Salam hörmətli izləyicilər və əziz şagirdlər və sınaq 5. 9 buraxılış imtahanına düşmə ehtimalı olan suallar. Uşaqlar, biz deməli bu ifadələrin ən böyük və ən kiçik qiymətdən tapılması haqqında danışacağıq. Bu ifadənin ən kiçik qiyməti, ifadənin ən kiçik qiyməti, ifadənin ən kiçik, bu üçündə, ilk üç üçün baxaq, ən kiçik qiyməti necə tapırıq? Bir neçə yolla deyə bilərsiniz. Bəlkə də indi videonu izləyənlər də və siz də deyərsiniz ki, ən kiçik qiyməti, ən böyük qiyməti n-lə tapırdıq. Düzdürmü? Bu ifadə biraz yanlış olar, n-lə tapırdıq. Ən böyüyü də, ən kiçiyini ilə tapırdıq, n-in düsturu ilə. N-in düsturu nə idi? Mənfi d bölünsün 4a. Yəni, hazır hesablayıb qoyarsan, yəni düşünmədən, başlatmadan, amma biraz praktik olaraq daha rahat yolu var, məncə. Gəlin, bir baxaq. Bu ifadədə x kvadratı üstəgəl 8x yazıram. Yanına nə yazım ki, mörtəzə kvadratını ala bilim? Yəni, cəmin kvadratını ala bilim. Aha, necə tapıraq? Ən rahat yolu. Zeynəb, bax, bunu böl 2-yə. Kvadratını tap. Şu bitti. Hə, bu olarsa mən bunu x üstəgəl 4-ün mörtəzə kvadratı içərisində göstərə bilirəm. Amma bu 16-nın öz başına yazdım axı bura. Onda bir də çıx 16 yazacağım, üstəgəl 12. Bu ifadədə mənə çıx 4-ü vermiş olacaq. Əla. İndi bir sual. Ən önəmli hissə. Deməli, mörtəzənin kvadratı mənfi ala bilirmi? Nəyinsə kvadratı? Mümkün deyil. Tamam, hər zaman müsbət alır. Ən kiçik 0 ala bilər. X-in yerinə məsəl üçün mənfi 4 qoysam, cavab necə 0. Onda bir ifadənin ən kiçik qiyməti 0. Çıxılsın 4, cavabımız mənfi 4. Bizdən ən kiçik qiyməti istəyir. İkinci sualda da yine. İndi gəlin ikinci sualı bir yerdə yazaq. X kvadrat üstəgəl 6x. Nə yazmalıyam yanına? A sol. Böldün 2'ye kvadratı yükselttin. Üstəgəl 9 çıx 9. Bir də nəyimiz var? 24'ümüz. Bu ifadə x üstəgəlinsin 3'ün mörtəzə kvadratı üstəgəlinsin çıxan neçədir? 15. Düzdürmü? Hadi mən kiçik qiymət 15. Çünki mörtəzə kvadratı bizə nə verir? 0. Cavabımız elədir 15. Sual olan var mı? Zeynəb yazaq. Yazaq ki, yaxşı yadınıza qalsın. Bax, bu 5-ci sualı səhv eləmirəmsə həmin sualları. Nəsə, 3'ə baxaq sonra. 3'ə biraz 2 dənə sualı bir yerə yerləşdiriblər. Şurada x kvadratı var, üstəgəl 4x var. Bax, bunu parçalayıram. Bunu bir ayrı baxacaq, buna bir ayrı baxacaq. Bu var, x kvadrat üstəgəl 4x. Nə çatmır yanında? 4. Bunu 2'yə böldüm. 2. Hə, nə zaman bunun əmsalı 1 olanda? Burada işimiz rahat olur. O olanda biraz işimiz qarışır da onu sonra müzakirə edərik. 2'yə bölüb kvadratını tapıram. Eləyir nə? Üstəgəl 4. Çıx 4'ümüzü də yazaq. Çıx 4'ü axıra yazarıq. Olar mı? Saxlayaq burada. İndi bu ikisində üstəgəl y kvadratı çıx 8y. Yanında nə çatmır? 16. Üstəgəl 16. Bir də çıx 16'mızı yazaq. Bir də üstəgəl nə vardı axırda? 17. Bu üçlü x üstəgəl 2'nin mörtəzə kvadratını verir. Bu y çıxılsın 4'ün mörtəzə kvadratını verdi. Bu ifadə nə verir mənə? Mənfi 3. Bu bizə nə verir? 0. Bu bizə nə verir? 0. Yerdə nə qaldı? Mənfi 3. Demək ki, mənfi 3 bizim ən kiçik qiymətimiz olmuş oldu. Sual var mı? Var mı sualımız? Onda keçirik növbəti sualımıza. Dördüncü sualımız. Dördüncü sual uşaqlar. Bax, bu üçündə də biz ən kiçik qiymət haqqında danışdıq. X kvadratının əmsalı mənfi olarsa, parabolanın qolları üzü aşağı olur və bu parabolanın ən böyük qiyməti olmuş olur. Ona görə də ifadənin ən böyük qiyməti haqqında danışmış oluruq. Tamam mı? Yenə burada nə edərik? Mənfini atıram qabağa. X kvadratı üstəgəl 8, x çıxılsın 30. Belə bir ifadə qalır. Mənfi x kvadratı üstəgəl 8x. Yanına nə yazmalıyam? 16. Üstəgəl 16, çıx 16, çıx 30. Belə bir ifadə aldıq. Mənfi x kvadratı üstəgəlinsin
deməli 4-ün, daha üzrən x üstə gəl 4-ün mörtəzə kvadratı çıxılsın 46. Mənfini vurub atacaq mənfi üstə gəl 46. Bu ifadə ən kiçik 0 aldığına görə yerdə nə qalır? 46. Bu da onun ən böyük qiyməti olmuş olacaq. Sual olan varmı? Eyni proses edir, sadəcə mənfini çölə atıb daha işləyə bilərsiniz. Mənfini çölə atmadan da işləmək olar. Biraz mənfi səhvi edəməyək deyə. Bax, nə var mənim? X üstü 4 çıxılsın 10 x'in kvadratı üstə gəlsin 21. Biz burada x kvadratına t desək. Nə desək? T desək. X kvadratı bərabərdir t desək. Nə olacaq burada? T kvadratı çıxılsın 10t üstə gəlsin 21. Belə deyilmi? İndi bu ifadəni bayaqçı kimi eləsək, t kvadratı çıxılsın 10t yanına nə olmalıdır? Üstə gəl 25 çıx 25 üstə gəl 20'də yanına yazdıq. İndi bu üçlü mənə verir. T çıxılsın 5'in kvadratı çıxılsın 4. Şuna t nə idi? X kvadratı. X kvadratı çıx 5'in kvadratı çıx 4. İndi bu ifadə mənə nə verər? Ən kiçik yenə 0. Tamam. Ama burada bir şeye dikkatli olur. Zeynep sen ne dikkatli olsan? Burada çıx yox, üstəgəl olsaydı bax, bizim bu misalda bu çıxın əvəzinə üstəgəl işləsəydik. X kvadrat üstəgəl 5'in kvadratı deyəndə artıq bu ifadə 0 verə bilməyəcək. Niyə? X kvadratının ən kiçik qiyməti 0 olur. Çünki mənfi vermir deyə. Üstəgəl 5 onda bu ifadə ən kiçik 0 almış olur. Üstünə 5 almış olur. 5'in kvadratda 25, çıx 4, cavab 21 edərdi. Aydın nə dedim? Burada ortada çıx olduğuna görə, kökdə 5'in kvadratı 5 edər, 5 çıxaram 0 verər, o ayrı. Amma üstəgəl olsaydı, x kvadratını 0 götürəcək, cavab 25, çıxılsın 4. Amma bizim misalımızda cavabımız mənfi 4. Sonra, bu neçən sual idi? 5. Keçdi 6-cı sualımıza. 6-cı sualda x kvadrat üstə gəl 4x nə çatmır? 4. Hə? Üstə gəlsin 4. Bir də çıx 10 var. Çıx 4 çıx 10. Eləyəcək x plus 2'nin kvadratı çıx 14. Deməli cavab eləyəcək mənfi 14. 7-cini yazıram. X kvadrat çıx 12x. Burada şərt dəyişir. B-nin hansı qiymətində ən kiçik qiyməti mənfi 12 olar? Nə olacaq? Ən kiçik. Mənfi 12x burada var. Burada nə çatmır yanında? Üstə gəl 36, çıx 36. Bir də nə var bizdə burada? Üstə gəl b. Bu ifadə mənə nə verir? X çıxılsın 6'nın kvadratı. Düzümü? Çıx 36 üstə gəl b. Şola, bu ifadədə yenə bu hissə 0 alır. Bu hissə 0 alırsa mənim ən kiçik qiymətim verir. Mənfi 36 üstə gəl b. Və deyir, bu ən kiçik qiymətim nəyə bərabər olsun? Mənfi 12'yə. Yazsan bərabərdir mənfi 12. Buradan da ki, b-yə bərabərdir. Mənfi 36'ın bu tərəfə atanda 24. Cavab oldu 24. Nədir? Eyni qaydanı tətbiq elədi. Bu yerdə qalan ifadəni ən kiçik qiymət olaraq qəbul edib mənfi 12'yə bərabər elədik. Keçdik 8-ci suala. Son 3 sual. İndi sen al x kvadratı 5x üstə gəl nə olmalıdır yanında? Yarısı 2 onda 5. 2 onda 5'in kvadratı 6 tam %25. Tamam mı? Bir de çıx 6 tam %25. Bir de üstə gəl 24. Bu ifadə nə verir mənə? X çıxılsın 2 tam onda 5'in mörtəzə kvadratı. Üstə gəlinsin 24'dən 625'i çıxanda eləyir 1775. Düz çıxdı sənə. Onda bu ifadə ən kiçik 0 alırsa yerdə nə qalır? 1775 bizim ən kiçik qiymətimiz olmuş olur. 9-cu sualımız. 9-cu sualda 4'ü çıxardıram iç bu başdan mörtəzə xaricinə.
Qalır y kvadratı üstə gəlsin 5y çıxılsın 8. 4'ü çıxartdıq. Y kvadratı üstə gəlsin 5y yenə nə çarpmır yanında? 6'dan %25 çıxılsın 6'dan %25 çıx 8. Bu ifadə mənə nə verirdi? Y üstə gəlsin 2,5'in kvadratı çıxılsın 14 yox çıx istəməlidir. 14'dan %25. Eləmi? O zaman vurub atsaq 4 vurulsun, y üstə gəlsin 2,5'in. Və ehtiyac yoxdur vurub atmağa falan. Bu ifadənin ən kiçik qiyməti 0. Deməli 4'ü vururuq 14,25'ə. O neçə edir? 57. Amma mənfi ilə. Mənfi əldə etdi. Bəli. Normal deyil, 28 normal diyorlar. Mən yuxarıda deyirəm, ən birinci. Niyə? Dördü çünki onu rəndə Wow, 4'ün 8'ini yazmışıq. Necə bunu dəyişir, bizim misalımızı dəyişməyədir. Okey, sual var mı? Anlamadım. Diqqətinize görə təşəkkür edirik. Oxuyun uşaq. Diqqətli uşaq başqadır. 10y kvadratı üstə gəlsin 5ay çıxılsın 75. Bu sualda a'nın hansı qiymətində ifadənin ən kiçik qiyməti y bərabər 2 olmalıdır. Çox möhtəşəm sualdır. Bax, suala qulaq as. Hamının kiminlə problemi vardı, bu videoda həll elədik. Olsun. Əsas nədir? Əsas öyrənməkdir, əsas sualı eşitməkdir. A'nın hansı qiymətində ifadənin ən kiçik qiyməti deyir y bərabər 2 olanda alır. Neyəndə? Y bərabər 2 olanda. Bax uşaqlar, bir sual verim. İndi qayıdaq biz videonun bağında, əvvəlində, sözlərdir ki, qatdım qaçdım. Videonun əvvəlində danışmışdıq n-dən n-dən. Yadınıza gəlir. Demişdik ki, n nə idi bunun? Ən kiçik qiyməti. Yəni, bu ən böyük, ən kiçik qiyməti bir özək keçsək, videonun axırında olsa da, parabolanın təpə nöqtəsinin y-i, biz buna n, x-ə nə deyirik? M deyirik. Yəni, bizim məhsulun qiymətinə m təpə nöqtəsinin m-i, yəni təpə nöqtəsinin x-i, təpə nöqtəsinin y-inə isə bu ifadənin, bu funksiyanın ən böyük və yaxud da ən kiçik qiyməti deyirik. İndi sual mənə deyir ki, a'nın hansı qiymətində bu ifadənin ən kiçik qiymətini məhsulun 2 olanda tapır. Yəni təpə nöqtəsindən söhbət gedir. Tamam mı? Burada məhsulumu sadəcə y-dən verir. X-dən versəydi daha rahat olardıq. Deyək ki, x-in qiyməti. Tamam mı? Y-in neçə olmalıdır burada? 2. Yəni təpə nöqtəsinin məhsulundan söhbət gedir. Tamam mı? M-in düsturu nə idi? M bərabərdir. Mənfi B bölünsün 2A idi. Tamam mı? B'nin yerinə nə dayanır burada? 5. Düz baxaq. 5A. Nə dayanır? Məhsulun əmsalı. Yəni, M-imiz də təpə nöqtəsinin, yəni bu ifadənin ən kiçik qiymətini tapan məhsulumuz 2 olduğuna görə 2 bərabərdir. Mənfi 5A bölünsün, 2 vurulsun, y kvadratın əmsalı, yəni A'mız 10. Buradan da cavabımız neyəcək? Deməli, 20, 40. Mənfi 5A bərabərdir 40-a, A bərabərdir mənfi 8. Bir daha vurğulayıram. Funksiyanın ən böyük və yaxud da ən kiçik qiymətini tapır, harda tapır? Məhsulun hansı qiymətində? Y-də. Düzünü bizə şərtdə verir. Deyir, y bərabər 2 olanda. Bax, o hansı qiymətində ən kiçik qiymətini tapır deyirsə, həmin o hansı məhsulun hansı qiyməti dediyimiz təpə nöqtəsinin x-idir. Həmin təpə nöqtəsinin x-inin düsturu da budur. Tamam mı? Bax, bu m-in qiyməti 2 olarsa, yerinə qoyduq. B-miz mənfi B bölünsün 2A. Cavabımızı da tapdıq. Mənfi 8. Bu qədər. İnşallah ki, anladınız. Siz də fikirlərinizi rəylərdə bildirin, bəyənin. Sağ olun. Özü yaxşı baxın.